Salam əziz izləyicilərim, xoş gördük kanalımda. Əgər hələ də abunə deyilsinizsə, abunə olub, like atıb yorum yazmağı unutmayın. Bacınız üçün bunu çox görməzsiniz. Deməli keçdik vlogumuza, belə deyək, yeməyimizə. Bir videomda, vloglarımın birində söz vermişdim ki, sizə ki, mən 4 bacı bişirəcəm. Bir dəfə də inşallah 5 bacı eləyəcəm. Və bu 3 bacını döndərdik 4 bacıya. Niyə də 3 qalsın ki? Əgər əlinizdə ərzaqlar azdırsa, badımcan, pomidor, biber, adam sayınıza görə də qoya bilərsiniz. Yox, əgər varsa, artıq da qoya bilərsiniz. Yəni çoxluğun bir darlığı yoxdur. Deməli, biz badımcan daha çox yeyənik, pomidor da uşaqlar çox sevirlər. Badımcanı mən daha çox eləyənəm. Bu səfər əlavə olaraq kartof da əlavə elədim. Onun içini qəşəngcə ovuram. Yəni soyub, yuyub, ovuram və ovulan yerinə badımcan, belə deyək, bu ətini, bu dolmanın ətini içərisinə qoyub və qapaq şəklində kəsmişdim deyə indi özünüz görəcəksiniz və onu da üzərinə qoyuram. Çox qəşəng, çox ləzzətli, çox dadlı olur. Deyəcəksiniz, ay kartofda nə dolma? Xeyr, bir sınayın, bir yoxlayın, ləzzətini görün. Gəlin keçin yorumlarıma qeyd edin. Pisdirsə də problemi yoxdur. Yazın ki, yaxşı çıxmadı. Aygünül, bizim ağız dadımıza uyğun olmadı. İradlarınızı da qəbul edirəm. Yəni narahat olmayın, hərənin bir ağız tamı var, ağız dadı var. Gördünüzmü? Necə kəsmişdim? Çox qəşəngdir, çox ləzzətlidir. Mən bunu 5 bacıda eləyəcəm. Hələ alınsa mövsümü gəlsin, 6 bacıda eləyəcəm. Onu da çəkəcəm, sizinlə paylaşacağım. Söz verdimsə əgər mən sizə, mən bunu eləməliyəm mütləq şəkildə. Çox qəşəng. Əgər hələ də abunə deyilsinizsə, abunə olub, like atıb, yorum yazmağı da unutmayın. Əzizlərim, canlarım, gözlərim, sizi çox sevirəm. Nuş olsun hamıya, Allah hamının canını sağ, ruhsunu bol, süfrəsini bol eləsin inşallah. Hamı sağlam canı ilə yaşasın və qazancını rahat şəkildə yesin, belə deyək. Və bu pomidorun suyu idi, yəni içində ovduğum pomidorun suyunu da öz üzərinə əlavə eləyirəm və duz, istiot öz yerində təbii ki və zövqə görə də, yəni belə deyim də, biz yağ çox dəhşət dərəcəsində, ölü dərəcəsində yeyəndə ölü, yağ sevmirik. Öz yediyimiz qədərində yağını da vurdum, bişirdim. Nuş olsun hamıya, halal xoşuz olsun. Göz haqqınızda halal edin.